Bəli, əziz tamaşaçılar, indi çox vacib bir sual var. Ən yaxşı video generasiya modeli hansıdır? Açığı bu suala mənim özüm də çox vaxt cavab verməyə çətinlik çəkirəm. Çünki hər model nəyisə yaxşı bacarır, nəyisə pis. Elə buna görə də bu videoda sizinlə birlikdə bu suala cavab axtaracağıq. Ən populyar 4 video modelini seçdim və bu modelləri eyni promptlarla, eyni şərtlərlə 5 fərqli testdən keçirəcəm. Və bu testlər növbə ilə dinamika və fizika, insani hisslərin qarşı tərəfə ötürülməsi, mürəkkəb əmrlərin icrası, green screen təmizliyi və sonda bir ədəd bonus test. Hər testin qalibini öz subyektiv fikrimlə təyin edəcəm. Sizin fikriniz fərqli ola bilər, bu halda rəy bölməsinə qeyd etməyinizi istəyirəm. Deməli, bizim bu gün test edəcəyimiz modellər bunlardır. Kling 3.0, Seedance 2.0, Gemini Omni Flash və Grok Imagine 1.5. Yəni, hazırda bazarın ən çox danışılan 4 modeli. Bu modellərin hamısını istifadə etmək üçün ayrıca satın almağa ehtiyac yoxdur. Mən bütün testləri bir platformada, OpenArt'da aparacağım. Bu modellərin hamısı və daha çoxu OpenArt'da bir yerdə var. Bir hesab açırsan, istədiyin modeli seçirsən və işləyirsən. İndi keçək qaydalara. Testi belə aparırıq. Eyni promptu 4 modelə də veririk və videoları generasiya edirik. Daha sonra nəticələrə baxırıq, amma bir şərtlə. Əvvəlcədən hansı videonun hansı modelə aid olduğunu qeyd etmirik. Əvvəl videolara baxırıq, fikrimizi bildiririk, qiymətləndirmə edirik. Ancaq bundan sonra görə bilirik ki, hansı video hansı modelə aiddir. İlk testimiz modellərin fiziki qanunlara və dinamik hərəkətlərə nə qədər qabiliyyətli olduğunu ölçür. Referans şəklimiz yanan kibrit. Modellərə bu şəkli verib, promptda deyirik ki, kibritin üzərinə yuxarıdan su tökülsün. Alov dərhal sönsün, real fısıltı reaksiyası baş versin və kömürləşmiş ucudan qatı ağ-boz tüstü qalxsın. Yəni, burada 3 fərqli fizika işləyir. Su damcıları, buxar və tüstü. Promptun tam mətni ekrandadır. Okey, gəlin növbə ilə nəticələrə baxaq. Birinci videoda suyun özü real görünür, amma axması real deyil. Sanki su kibritə töküləndən sonra yoxa çıxır. Tüstü də mənə çox realistik gəlmədi nəsə. İkinci video nisbətən daha realistikdir. Amma alov sanki sudan biraz gec təsirlənir. Su artıq dəyib, amma alov hələ də yanır. Üçüncü barədə danışmağa ehtiyac yoxdur, reallıqdan çox uzaqdır. Dördüncü isə məncə ideala yaxındır. Bilmirəm siz nə qədər görə bildiniz, amma suyun kibritə dəydiyi an kibritin azca əyilib zərbəni hiss etdirməsi möhtəşəm detaldır. Bax, fizika deyəndə bunu nəzərdə tuturam. Açığı 2 və 4 arasında qaldım, amma 4-cünün daha yaxşı alındığını tam dəqiq düşünürəm. Deməli, mənim qiymətləndirməm belədir. Qızıl 4-cü videoya, gümüş 2-ci videoya, bürünc 1-ciyə. Və ilk testin qalibi Seedance oldu. İkinci testimiz insani hisslər. AI modellərinin hələ də zəif qaldığı tərəflərindən biri hissləri qarşı tərəfə ötürə bilməkdir. İnsan üzü elə bir şeydir ki, ən kiçik yanlışlığı belə beynimiz dərhal tutur. Buna görə də elə bir test istədim ki, modellər insan hisslərini göstərməyə məcbur olsun. Referans çəkilişimizdə close-up çəkilmiş bir adam var. Promptda deyirik, adam kameraya baxaraq gülümsəməyə başlayır. Daha sonra qəfil dayanır və sərt bir ifadə ilə əsəbi bir baxış atır. Bir anda peşman olub məyus bir üz ifadəsi saxlayır. Yəni, burada 3 emosional keçid var. Nəticələrə baxa bilərik. Üçüncü video çox gülməlidir. Yəni, belə əsəbləşmək yoxdur da. Birinci videonu bəyəndim. İlk 2 hissi çox yaxşı verib. Sadəcə sonluqdakı məyus olma hissi yoxdur. Amma burada bəlkə günah məndədir. Cəmi 5 saniyəlik video hazırlamışam. 3 emosional keçid üçün bu az ola bilər. Daha uzun videoda daha yaxşı nəticə verə bilərdi. İkincini daha çox bəyəndim. Digərlərinə nisbətən tapşırığı daha yaxşı edib sanki. Dördüncü, bu da yaxşı alınıb, amma nəsə ikinci video daha yaxşı idi. Qızıl 2-ci videoya, gümüş 1-ciyə, bürünc 4-cüyə. Üçüncü test mürəkkəb əmrlər. Bu tapşırıq modellər üçün əsl stres testidir. Modellər gücləndikcə bizim tələbimiz də artır. Məsələn,
Biz artıq səhnələri ayrı-ayrı generasiya edib montajda birləşdirməyə əvəzinə bir videoda bir neçə hərəkəti ardıcıl generasiya etmək istəyirik. Bu halda bəzən modellər əmrlərin bir neçəsini unudur və ya çatdıra bilmir. Misal, bir öncəki testimizdə Klink 3-cü əmrimizi çatdıra bilməmişdi. Elə buna bənzər bir test hazırladım. Referans şəklimiz laptopun yanında yatan narıncı pişik. Promptda ardıcıl 4 hərəkət yazmışam. Pişik oyanır və kameraya baxır. Sonra laptopun üzərindən qəhvə fincanına tərəf tullanır, enərkən fincanı aşırdır və buxarlanan qəhvə masaya, dəftərin üstünə tökülür. Pişik kadrı tərk edir və finalda pişiyin üzü qəfil kameranın lap yaxınında kadra girir, sanki obyektivin yanından çıxıb. 4 ardıcıl hərəkət, 1 prompt. Okey, gəlin nəticələrə baxaq. Birinci video çox əladır. Sadəcə fincan detalında kiçik bir dəyişiklik olur. Onun xaricində qalan hər şey çox yaxşıdır. İkincidə maraqlı bir şey var. Digərlərindən fərqli olaraq burada kamera da hərəkət eləyir. Pişiklə birlikdə azca sağa gedir. Pis fikir deyil, yaxşı görünür əslində. Amma fincanın aşması burada özünü çox göstərir. Açıq-aydın AI olduğu bilinir. Üçüncü video barədə danışmayacağam. Tərslikdən bütün uğursuz videolar üçüncü yerə düşüb. Dördüncü video sözün əsl mənasında özüdür. 4 ardıcıl hərəkət, 4-ü də yerində. Mənim ümumiyyətlə əlavə rəyim yoxdur. Sizin vardısa rəy yazın. Qızıl 4-cüyə, gümüş 1-ciyə, bürünc 2-ciyə. Bu testin də uğurlu modeli Kling oldu. 4-cü test artıq peşəkar tərəfə gedir. Yəni burada baxırıq ki, AI modelləri real productionda, qrafiki formatda istifadə etmək olur, yoxsa yox. Bizə bəzən bir videoda vizual effektlər və ya alfa kanallı, yəni arxası şəffaf videolar lazım olur. Ən sadə üsul belədir. Green screen-də, yəni yaşıl arxa plan üzərində onu çəkirsən, daha sonra montajda onu kəsirsən. İndi də sual belədir. Green screen üzərində AI video generasiya edib, daha sonra onun arxa planını kəssək, kənarlar nə dərəcədə təmiz çıxacaq. Mən bunu montajda real istifadə edən adam kimi yoxlayıram. Çünki kənarları pozulan, bulanan video montaj mühitində yararsızdır. Referans şəklimiz yaşıl fon üzərində füturistik dron. Promptda tələb edirik. Dron kadrın mərkəzində havada asılı qalır. 4 pəri yüksək sürətlə fırlanır və real motion blur yaradır. Gövdə isə incə və təbii titrəyişlər edir. Ən vacibi, yaşıl fonda dronun kənarları kritik dərəcədə kəskin qalmalıdır ki, işi təmiz aparsın. Bu testin nəticələrinə 2 addımda baxmalıyıq. Əvvəl videolara green screen üzərində, daha sonra isə arxa fonu təmizlənmiş formatda baxaq. Bu testdə videolar arasında çox detallı fərqlər yoxdur. Tapşırıq da onsuz da nisbətən sadə idi. Ən yaxşı alınan 2 və 4-cü videolardır. Amma mən tək bir fərqə görə 4-cünün qalib sayıram. Digər modellərdən fərqli olaraq 4-cü video referans şəkildə verdiyim rəngləri videonun içində də qoruya bilib. Yəni bax bu referans şəkildəki yaşıldır. İkinci və digər model isə yaşılın tonunu dəyişib. Böyük brendlərlə işləyərkən səndən brendbookdakı rənglərə tam sadiq qalmağın tələb olunur. Belə kiçik rəng dəyişiklikləri real işdə böyük bir maneəyə çevrilir. Ona görə də bu detal mənim üçün həlledici bir məsələdir. Qızıl 4-cüyə, gümüş 2-ciyə. Digər ikisinə netlik aşağı olduğu üçün ümumiyyətlə qiymət vermirəm. Uğurlu olan C-dənsə oldu. Və son olaraq bonus testimiz. İndiyə qədər biz modelləri start frame ilə birlikdə yoxladıq. Yəni modelin əlində hazır bir şəkil, bir sərhəd var idi. Gəlin bir də text to video formatını yoxlayaq, görək modellər sərhədləri qaldıranda özlərini necə aparır. Bu dəfə heç bir şəkil yoxdur. Sadəcə prompt yazırıq. Ssenari belədir. Klassik Daşbank binası, sakit gündüz atmosferi. Qəfil qapılar şiddətlə açılır, qara balaklavalı bir oğlan əlində dolu çanta ilə qaçaraq çıxır. Kamera onu izləyir. Döngədə qarşısına polis çıxır və kritik məqam.
Polis ona tərəf silah yox, parlaq göy yaşıl su tapancası tuşlayır. Oğru şok içində dayanır və əllərini havaya qaldırır. Onu qeyd edim ki, Grok Imagine bu testdə iştirak edə bilmir, çünki bu modeldə text to video funksiyası ümumiyyətlə yoxdur. Yəni bu bonus test 3 model arasında gedir. Burada qalib açıq-aşkar 3-cü videodur. Səbəb sondakı adamın bir anlıq dayanıb, sonra əllərini qaldırması. O kiçik pauza bütün videoya təsir edir. Real aktyor performansı hissi verir. Su tapancasını görüb şoka düşmək, 1 saniyə donmaq, sonra təslim olmaq. Və bonus testin qalibi Seedance oldu. Beləliklə bütün testlər bitdi, yekun cədvələ baxa bilərik. Seedance 3 dəfə qalib oldu, Klink 1 dəfə, Grok Imagine 1.5 1 dəfə, Gemini Omni Flash isə təəssüf ki, heç bir testdə qalib ola bilmədi. Və final olaraq bu videodan belə bir nəticə çıxardıram. Bu günün qalibi Seedance-dir. Yeri gəlmişkən Seedance 2.5 artıq elan olunub və bütün platformalarda istifadəyə veriləcək. Gəlsin görək qiyməti nə olacaq. Bahalı ola bilər, amma aldığı pulun haqqını verir. Amma bu bugünkü mənzərədir. Bir ay sonra baxdığımız cədvəl tamam fərqli görünə bilər. Növbəti videolarda bənzər müqayisələri başqa modellərlə aparmağı düşünürəm. Görmək istədiyiniz modellər vardısa rəy bölməsində qeyd edə bilərsiniz. Növbəti videolarda görüşərik.